Çox qədim zamanlarda sonsuz qum dənizlərinin ortasında insanların tək sığınacağı öz qəbilələri idi. O vaxtlar nə qanun var idi, nə də dövlət. Hər kəsin taleyi ya qılıncın ucunda, ya da bir şairin dilində gəzən sözlərdə gizlənmişdi. Səhranın bu əmansız dünyasında tək qalan insan üçün həyat sanki dayanmışdı. Qəbilələr arasında müharibələr ardı arası kəsilmədiyi kimi zaman zaman müxtəlif ittifaqlar və birləşmələr də baş tutardı. Bəzən güclü bir qəbilənin zəif bir tayfaya hücum edib mallarını qarət etməsi adi hal sayılar, kimsə buna təəccüblənməzdi. Şairlər qəbilənin fəxr mənbəyi idi. Çünki ərəblər şeirə və ədəbiyyata böyük dəyər verərdilər. Sözlə, şeirlə edilən ustalıqlı hücumlar və ya müdafiələr sanki real döyüşlər kimi həyəcan doğurardı. Bu kəlamlar dildən dilə, qulaqdan qulağa yayılaraq əzbərlənərdi. Qəbilə üzvlərindən biri qayda və adət-ənənələrdən kənara çıxarsa, ona əvvəlcə xəbərdarlıq edilər, əməlində israr edərsə cəzalandırılaraq qəbilədən qovulardı. Həmin şəxs həmçinin həcc və yarmarka mövsümlərində hər kəsə elan edilərək gözdən düşürlər və təkliyə məhkum edilərdi.